Arsenal Bavariya. Luis Diaz'ın olmamasını nəzərə alsaq, mən əslində Bavariyadan qələbə gözləmirəm. Nəsə düşünürəm ki, 1-1 olar. Ya Düşünürəm 1-1 olar. ya 2-2 ya 3-3 nəsə belə qollu gözləyirəm bəlkə də. Olsun 2-2. Bax biraz bayaq Gnabri'dən danışdıq. Hə. Gnabry bax Luis Diaz'ın mənə elə gəlir ki, əvəz Əvəz- eləyə bilər, tamamilə əvəz eləyə bilər. Öz Evet. mövqeyidir, tarixi bu mövqe üçün də. Köhnə komandasına qarşı necə oynayacaq bilmirəm. Amma bir Londonda Gnabry'nin də bir parlaması var da. Yadıma gəlir Hə. Tottenhamə qarşı oyununda. Hə, o da var. Onda Elə mən köhnə Arsenal'a proqnozumu qarşı dəyişirəm. Yəni London Bavariya üçün düşərli şəhərdir. Yəni Wembley-də yadındasa 2013-cü ildə çempion olmuşdu. İstənilən halda London qırmızı Chelsea-nin olar. istənilən halda yox, qırmızı və ağ rəngdədir də. Yəni Bavariya rəngi. Arsenal da qırmızı və ağ rəngli. İstənilən halda London ya qırmızı və ağdır. Arsenal udub, Chelsea udub, Tottenham udub, Çempionlar Liqasını udub. Yəni uğurlu şəhərdir. 1-2 Bavariyanın xeyrinə. Mənə elə gəlir ki, bu oyunda Bavariya elə bizim dediyimiz o tam potensialını ortaya qoyacaq. Kompaninin rotasiya eləmə qabiliyyəti ortaya çıxacaq. Bax, lazım gəlsə Luis Diaz'ın yerinə Gnabry'ni qoymaq, mərkəzdə də doludur. Mərkəzdə istedadlar doludur Bavariyada. Çox qollu oyun gözləyirəm. Düşünürəm ki, amma Bavariya 2 top fərqli qalib gələr. Bax, mənə elə gəlir ki, ya 1-3, 1-4, 2-4 bax belə hesab. 1-0 gözləmirəm, 1-1 də gözləmirəm. Heç ümumiyyətlə gözləmirəm.